Düşünürsünüz ki, hackerlar yalnız böyük şirkətlərə və milyonçulara hücum edir. Çox yanılırsınız. Əslində ən böyük hədəf elə sizsiniz. Bəs onlar sizin Instagram hesabınızı bir neçə dəqiqəyə necə ələ keçirirlər və ya bank kartlarınızı necə oğurlayırlar? Hackerların ən çox istifadə etdiyi üsul phishing, yəni olta hədəfidir. Sizə Instagram təhlükəsizlik komandası adından mesaj gəlir. Müəllif hüququnu pozmusunuz. Bu linkə daxil olun, yoxsa hesabınız bağlanacaq. Panikaya düşüb o linkə tıkladığınız an artıq gecdir. İstifadəçi adı və parolunuz birbaşa onların əlinə keçir. Bəs bundan necə sığortalanmaq olar? Dərhal bu 3 addımı atın. Rəsmi linklərlə aldanmayın. Instagram heç vaxt sizə şəxsi mesajla təhlükəsizlik linki göndərə bilməz. 2 mərhələli doğrulama. Bunu mütləq aktiv edin, amma SMS ilə yox. Autoscanner tətbiqi ilə. Çünki sim kartınızı kopyalamaq mümkündür. Mürəkkəb parol qoyun, yəni adınız və təvəllüdünüz olan parolları unudun. Böyük, kiçik hərflər və xüsusi simvollardan istifadə edin. Unutmayın, kiber təhlükəsizlik bir lüks deyil, zərurətdir. Hesabınızı qorumaq üçün bu videonu saxlayın və sevdiyiniz dostlarınıza göndərin ki, onlar da tələyə düşməsinlər. Səhifəni də izləməyi unutmayın. Sonda, yəni indi izləyəcəyiniz video. Bu videonu diqqətlə izləyin. Instagramda və ya tənqid videosu hazırlayarkən sosial mediada necə qorunmağın lazım olduğunu, hansı proqramla bunun təmin edildiyini və çox kiçik bir məbləğdə bunu edə biləcəyinizi göstərir. Videonu izlədiyiniz üçün təşəkkürlər. Sosial media təhlükəsizliyini ESE qoruyur. Siz də ESE-dən istifadə etməklə öz sosial media təhlükəsizliyinizi yarada bilərsiniz. TERAI promo kodundan istifadə etməklə 25% indirim qazanın.